Salam, xoş gördük TV-nin dəyərli izləyicilər. Bugünkü yayımızda olduqca maraqlı bir mövzu ətrafında söhbət aparacaq. Belə ki, Azərbaycanın yaratdığı reallıqlar və bu reallıqların Cənubi Qafqazı qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməsindən danışacaq. Həm söhbətim politoloq İlyas Hüseynovdur. İlyas müəllim, xoş gördük, xoş gəlmisiniz yayımıza. İlyas müəllim, qeyd etdiyim kimi Azərbaycanın yaratdığı reallıqların bunu lap əvvəldən də götürə bilərik. Yəni əslində elə müstəqilliyimizi əldə etdikdən sonraki proseslərin gedişatı Cənubi Qafqazı qarşıdurmaya yox, bir əməkdaşlıq məkanına çevirməkdir. Əslində, belə deyək, Azərbaycan buna nail olub. Çünki həm dünyadakı geosiyasi vəziyyətə baxdıqda, ümumiyyətlə, o gərginliyin artdığı bir zamanda Azərbaycan yenə bir sabitlik adası kimi əməkdaşlığı təşviq etməkdədir, bu istiqamətdə addımlar atmaqdadır. Siz ümumi mənzərəni necə görürsünüz? Mən istəyirəm, belə bir sualla başlayaq söhbətini. Minnətdaram dəvətə görə və çox mühüm məsələni qaldırırsınız. Çünki bugün dünyada biz görürük ki, artıq aqressiya, güc faktoru, güclə hədələmə, təzyiq etmə amilləri getdikcə güclənir. Hətta regionumuzda olan iki böyük dövlət artıq müharibəyə cəlb olunub. Bu, Rusiya və İrandır. Və belə bir şəraitdə Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi, suverenliyini, ərazi bütövlüyünü bərqərar etməsi, konstitusion quruluşun bərqərar olunması çox mühüm amildir və Azərbaycan artıq uzun illərdir ki, əməkdaşlığı təşviq eləyir. Regionda enerji və nəqliyyat baxımından mega layihələr icra olunmaqdadır. Neft-qaz layihələri istifadəyə verilmişdir. Orta dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və eləcə də avtomobil yollarının yenilənməsi yeni bir əməkdaşlıq imkanlarını və potensialını əmələ gətirir və Azərbaycan üçün önəmli olan regional balansı qorumaqdır. Müxtəlif geosiyasi mərkəzlərlə bərabər hüquqlu və balanslaşdırılmış siyasətin həyata keçirilməsidir. Bir sıra dövlətlər buna cəhd edirlər. Çalışırlar ki, regionda balansı qoruyaraq öz təhlükəsizliyini təmin etsinlər. Lakin bu bəzən onlara müəssər olur, bəzən olmur, bəzən İstər-istəməz hansısa bir münaqişənin tərəfinə çevrilirlər. Bugün biz görürük ki, İrana, ABŞ və İsrailin hücumlarından sonra ABŞ-nin Körfəz ölkələrində olan hərbi bazaları hədəfə alınır. Yəni, bu dövlətlərin İranın nüvə proqramı ilə bağlı bəlkə də heç mövqeyi yoxdur və yaxud müxtəlif formada nüvə arsenalından istifadə etməyə qarşı fikirlər səsləndiriblər ABŞ ilə müttəfiqlik münasibətləri kontekstində. Amma bugün artıq müharibənin bir ünsürünə çevrilirlər və bu müharibənin artıq tərkibindədirlər. Və eyni zamanda bir hərbi cəhətdən faktorda demək lazımdır ki, artıq dronlar və yaxud orta kiçik mənzilli raketlərlə hava hücumundan müdafiə sistemlərini biz müqayisə etdikdə deyə bilərik ki, hücum edən tərəf hazırki vəziyyətdə üstünlüyə malikdir. Hərbi və maliyyə nöqteyi nəzərdən hava hücumundan müdafiə sistemlərinin raketləri əlbəttə ki, çox bahalıdır və böyük maliyyə vəsaiti tələb edir. Digər tərəfdən biz görürük ki, bizim regionda biz həm də gələcəyə baxırıq və müxtəlif geosiyasi mərkəzlərlə balanslı siyasət qururuq. Bu, Rusiya, İran, Çin, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları ilə bağlıdır və biz həm də onu deməliyik ki, ayrı-ayrı kiçik dövlətlər həm də ABŞ ilə bu illər ərzində əməkdaşlıq formalaşdıraraq həm də təhlükəsizlik zəmanəti qazanıblar, sərmayə cəlb ediblər, texnologiya, süni intellekt və müasir tendensiyalar, trendlər fonunda ABŞ ilə əlaqələr formalaşdırıblar. Bugün isə bu müsbət yox, mənfi bir amilə çevrilməkdədir. Yəni, bu kimi biz görürük ki, dünya mediasında da müxtəlif analitik məqalələr var ki, ABŞ ilə dünənə qədər olan müsbət yaranan pozitiv ikitərəfli münasibətlər sisteminin bugün onların əksinə çevrilmə riskləri, yəni riskin maqniti kimi öz təhlükəsizliyi haqqında düşünürlər. Ona görə də hesab edirəm ki, Azərbaycanın qoşulmama hərəkatına üzv olması, hərbi siyasi bloklara qoşulmamaqla bağlı məsuliyyətli davranışımız həm də Azərbaycanın xarici siyasətində bugün proqnozlaşdırıla bilən amilləri ehtiva edir. Eyni zamanda mən xüsusilə vurğulamaq istəyirəm ki, Cənab Prezidentin
İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət etməsi və ali dini liderin həlak olmasından sonra xatirə kitabına da ürək sözlərini yazması qonşuluq siyasətindən irəli gəlir. Biz regional münasibətlər fonunda bütün qonşularımızla bərabər hüquqlu, qarşılıqlı faydaya əsaslanan münasibətləri təşviq edirik və bunu praktiki addımlarla da göstəririk. İran bizim üçün bir dost, qonşu dövlətdir və məhz qarşılıqlı maraqlar əsasında münasibətlərin qurulması bizim üçün faydalıdır və eyni zamanda biz Zəngilan, Ağbənd, Kəlalə yolunun tikintisi ilə bağlı da deyə bilərik ki, artıq bu istiqamətdə də işlər intensiv formada həyata keçirilir, qarşılıqlı səfərlər olur. İranın Yol və İnfrastruktur Naziri tez-tez məsələ hökumətlərarası komissiyanın iclasında iştirak edir, ayrı-ayrı səfərlər təşkil olunur, intensiv dialoq keçməkdədir, məsləhətləşmələr yüksək səviyyədədir və bu baxımdan düşünürəm ki, Azərbaycanın məsuliyyətli davranması və eləcə də müxtəlif geosiyasi aktorlarla ortaq mövqe əsnasında əlaqələri təşviq etməsi çox mühüm amildir. Əlbəttə. Yazban, təbii ki, burada İran məsələsi bu gün artıq belə deyək ki, kifayət qədər gündəmdədir. Siz onun üzərində durdunuz, amma əslində son bir neçə gün ərzində baş verənlər, ümumiyyətlə paytaxtımızda keçirilən o mega böyük bir tədbir Cənub Qaz Dəhlizi ilə bağlı. Əslində bu da bir əməkdaşlığı regionda bir sabitliyə töhfə verən məqamlardır. Artıq xeyli müddətdir ki, Azərbaycan bu işin üzərində davamlı şəkildə çalışmaqdadır və əslində burada bir məqamı da qeyd etmək lazımdır. Azərbaycanın zaman-zaman ona edilmiş təzyiqlərə boyun əyməməsi. Yəni Cənub Qaz Dəhlizinin də belə deyək, bu enerji strategiyasının qurulmasında məhz bu məqamları qeyd edə bilərik. Əlbəttə, yəni Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra 2020-ci ildə düşünülürdü ki, müxtəlif bu istiqamətdə platformalar ləğv edilməlidir və yaxud artıq müzakirə edilməli heç nə yoxdur. Qaz kəməri istifadəyə verildi, payçılar, padratçılar, pay bölgüsü, qazın həcmləri və digər məsələlər artıq o səlini tapır. Lakin Rusiya-Ukrayna müharibəsi, Avropada gedən geosiyasi proseslər və enerjiyə olan tələbat, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyi ilə yaranan problemlər həm də bu layihənin sanki perspektivlərini formalaşdırdı. Artıq layihə ilə bağlı geniş müzakirələrə ehtiyac olduğu üzə çıxdı və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarına davam etdirmək haqqında qərar qəbul olundu. Düşünürəm ki, bu çox doğru addım idi. Çünki yeni dövlətlər bu layihəyə qoşulmaq ilə bağlı iradələrini ortaya qoydular və biz görürük ki, bugün Cənub-Şərqi Avropa, Balkan regionu, ümumiyyətlə Avropanın cənub hissəsi tamamilə bu layihəyə böyük maraq göstərir, layihəyə qoşulur. Xüsusilə Yunanistan, Balqaristan interkonnektorunun işə düşməsindən sonra ayrı-ayrı biz görürük ki, bağlantılarla bu layihənin davam etdirilməsi və qaza çıxışın əldə olunması, etibarlı yaşıl enerji əldə etmək ilə bağlı istəklər formalaşır. Biz artıq görürük ki, bir sıra dövlətlər bu layihədə ya iştirakçıdır və yaxud gələcək fazada bu layihədən bəhrələnməyə çalışırlar. Bu baxımdan artıq Bakı qlobal miqyasda enerji təhlükəsizliyi ilə bağlı müzakirə məkanını təşkil edir və məhz bu platforma həm də düşünürəm ki, dünyanın qlobal gündəliyindədir. Bakıda həm də Bakı Enerji Həftəsi keçirilir. Bilirsiniz ki, bu əsrin kontraktı ilə bağlı olan məsələlərdir və məsələ neftdən sonra Azərbaycanın dünya qaz arenasında da etibarlı və dayanıqlı mövqelərə malik olması prosesi başladı. Şahdəniz 2 layihəsinin işlənilməsindən sonra 1999-cu ildə və bugün biz görürük ki, həm də müharibə istər-istəməz İran ilə bağlı məsələlər mən qayıtmalı oluram. Bir-birinə əslində bağlı məsələlər. Çünki biz görürük ki, neftin bir-birini ayırd etmək təbii ki, mümkün deyil. Çünki bu qlobal müharibələr həm də iki dünyanın neft-qaz bazarında mühüm ölkələrin müharibəyə cəlb olunmasıdır. İstər-istəməz dalğalanmaları özü ilə bərabər. Doğrudur. Qiymətlərdə də artıq görürük ki, artıq 10-15% yüksəliş vardır və biz də Azərbaycan karbohidrogen ehtiyatları ixrac edən dövlət kimi bütün bu prosesləri diqqətlə izləyirik və yenə də dayanıqlı, etibarlı şəkildə Azərbaycanın dünya
neft-qaz bazarına öz məhsullarını çıxartması ilə bağlı fikirlər söyləməliyik. Ona görə də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında həm yüksək vəzifəli şəxslər iştirak edirlər və bu layihənin gələcək perspektivləri də çox böyükdür. Zaten buna siz bir məsələyə də toxundunuz ki, ayrı-ayrı skeptik yanaşan qüvvələr bu layihələri tənqid edirdilər. Biz bununla dəfələrlə qarşılaşmışıq. Hətta bugün trip marşrutu ilə də oxşar münasibət vardır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istifadəyə veriləndə də ekoloqlar qalxmışdılar ki, bu ekologiyanın qorunmasına qarşı olan bir layihə kimi qələmə verilirdi. Cənub Qaz Dəhlizi ilə bağlı da ayrı-ayrı ekoloji təşkilatlar, qeyri-hökumət təşkilatları, ekologiyanı qoruyan müxtəlif birliklər. Əslində bəlkə də onlar üzdə görünənlər idilər. Bunun arxasında siyasi proseslər var. Təbii ki. Və siyasi səhnəyə baxanda orada artıq müxtəlif geosiyasi mərkəzlərin maliyyə vəsaiti müqabilində bu təşkilatları ayağa qaldırması da göz önündə idi. Yəni bütün bu əngəlləri, bahanələri biz aşa bildik və bu gün həm də ona nail olduq ki, nəqliyyat kontekstində trip marşrutu ilə bağlı Azərbaycanın yüklərinin, sərnişinlərin, avtomobillərin maneəsiz keçici ilə bağlı artıq heç bir tərəfdə şübhə yoxdur, razılıq əldə olunmuşdur. Düşünürəm ki, bu regional miqyasda bugün baş verən turbulent vəziyyət səngiyəndən sonra trip marşrutunun aktuallığı daha da yüksələcək, daha da geniş şəkildə bu işlər həyata keçiriləcəkdir. Və məsələ enerji məsələsinə gəldikdə isə yenidən deyə bilərəm ki, bu layihənin gələcəyi həm də yaxın şərqdən və Mərkəzi Asiya ölkələrindən enerji axınında Azərbaycanın tranzit ölkə kimi iştirak etməsi potensialı çox yüksəkdir və məsələ Türk Dövlətləri Təşkilatı, C6 Azərbaycanın üzvü olması, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi ortaq inteqrasiya platformalarında Azərbaycanın iştirakının həm də ali məqsədi bundan ibarətdir ki, Azərbaycan Mərkəzi Asiyada olan ölkələrin karbohidrogen ehtiyatlarını daha rentabelli bir bazara çıxışda tranzit ölkə kimi çıxış eləsin. Düşünürəm ki, bu məqsədimiz də bizim uzaqda deyil. Buna da biz gələcəkdə nail olacağıq və məsələ bu baxımdan Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasını əlverişli bir platforma kimi istifadə edir ki, gələcəkdə digər layihələr də məsələ bu iştirakçı dövlətlər arasında müzakirə olunsun. Məsələn, bizim digər bir ambisiyalı layihəmiz həm də Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya vasitəsilə Qara dənizin dibi ilə enerji nəqli ilə bağlıdır və burada da artıq görürük ki, dost və qardaş bizə olan Qazaxıstan, Özbəkistan da maraq göstərir. Yəni biz gələcəkdə iki dəniz vasitəsilə, yəni Xəzər dənizi və Qara dənizi vasitəsilə Mərkəzi Asiyadan və dolayısıyla şərqdən qərbə doğru etibarlı, dayanıqlı enerji nəqlində vasitəçi dövlət kimi iştirak edəcək və bizim üçün dost və partnyor dövlətlər burada iştirak edir. Macarıstan bizim üçün Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü qardaş dövlətdir və digər tərəfdə isə bizə mənəvi, tarixi bağları olan Qazaxıstan və Özbəkistandan söhbət gedir. Qardaş Türkiyə də burada iştirak edəcəkdir. Yəni biz görürük ki, ayrı-ayrı coğrafiyaları biz əməkdaşlıq vasitəsilə ehtiyacdan yaranan, lakin iqtisadi əsasları və maraqları uzlaşdıra bilən bir geniş layihələrdən söhbət gedir və ona görə də düşünürəm ki, Azərbaycanın bu layihələri həm də Azərbaycanın təhlükəsizliyini təmin edir. Dəfələrlə ayrı-ayrı geosiyasi mərkəzlər Cənubi Qafqazı, ümumilikdə Qafqazı bir barıt çəlləyinə çevirməyə çalışıblar. Yaxın Şərqdə, Şimali Afrikada gedən proseslər fonunda bu toz dumanı, bu alovu həm də Qafqaza daşımağa çalışıblar. Lakin Azərbaycanın bu təhlükəsizlik nöqteyi nəzərdən çox praqmatik, uzaq görən siyasəti, torpaqlarını işğaldan azad etməsi tamamilə yeni bir reallıqlar formalaşdırıb. Və artıq əminliklə söyləmək olar ki, Azərbaycan dünya siyasi səhnəsində orta güc kimi ayrı-ayrı ölkələrin həm də maraqlarının öyrənilməsi, uzlaşdırılması kontekstində də siyasət yürütməkdədir və bu qəbul olunur. Əsas məsələ bundan ibarət ki, Azərbaycanla hesablaşırlar və orta güc dövlətinin parametrlərinə uyğun olaraq bütün əsaslar bizdə
vardır. Bu beynəlxalq mediatorluqdur, sülhməramlı proseslərdə iştirakdır. Azərbaycan həm də Sülh Şurasının üzvüdür. Bu kimi platformalarda Azərbaycanın iştirak etməsi ölkəmizin beynəlxalq reytinqinə də güc qazandırır. Yumşaq diplomatiyamız və müxtəlif müzakirə panellərinin, müzakirə platformalarının təşkil olunması, Sivilizasiyaların Alyansı, Bakı Qlobal Həftəsi, Qlobal Bakı Forumu və digər bu kimi layihələr həm də ölkəmiz haqqında çox müsbət təəssüratları formalaşdırır. Burada açıq və qapalı müxtəlif görüşlərdə də beynəlxalq münaqişələrin həlli ətrafında müxtəlif fikirlər söylənilir. Bir sıra bu cür tədbirlərdə mən iştirak etmişəm və görürəm ki, artıq keçmiş dövlət və hökumət başçılarının burada dünyanın beynəlxalq təhlükəsizliyi qorumaq istiqamətində fikirləri mütləq nəzərə alınmalıdır. Yəni bunlar əlbəttə elmi ədəbiyyatlar kimi, məqalələr kimi, hesabatlar kimi dərc olunur, amma əlbəttə keçmiş siyasətçilərin, hansı ki o dövrdə siyasi səhnədə, siyasətin olimpiyində idilər, onların fikirləri əlbəttə ki mütləq öyrənilməli və nəzərə alınmalıdır. Ona görə də bugün beynəlxalq siyasətdə güc faktorunun güclənməsi və eləcə də dövlətlərin silahlanmaya ayırdığı müdaxilə məhsulunun böyük bir payı həm də təhlükəsizlik risklərini gücləndirir, təhdidlər güclənir. Bu baxımdan Azərbaycan baxmayaraq ki, qələbə qazanıb, sərhədlərini etibarlı şəkildə mühafizə edib, sülh siyasətinə dəstək verir, lakin təhlükəsizliyimizi qorumaq çox önəmlidir. Bir məsələyə də mən bu ümumi məsələlər fonunda toxunmaq istəyirəm ki, quru sərhədlərimizin bağlı olması ilə bağlı da tənqidi fikirlər güclüdür. Biz aslında İlyas müəllim, üzr istəyirəm, mən bu sualı bir qədər yeniləyim, siz fikirlərinizi davam etdirin. Bugün Azərbaycan sözün həqiqi mənasında mənim fikrimcə, bu şəxsi olaraq fikrimdir, iki məsələdə nəfəslik rolunu oynamaqda. Biri sizin qeyd etdiyiniz sərhədlərlə bağlı məsələdə, İrandakı müəyyən proseslərlə bağlı bir çox dövlət nümayəndələrinin, rəsmilərinin Azərbaycan dövlətinə əlaqəyə girməsi, onların vətəndaşlarından təxliyə olunması. İkincisi, siz bir qədər öncə qeyd etdiniz, yəni enerji məsələləri ilə bağlı etibarlı təchizatlı kimi, ümumiyyətlə etibarlı bir tərəfdaş kimi Azərbaycan məhz bu enerji məsələlərində də bir növ nəfəslik rolunu oynamaqdadır. Bax, iki məsələni mən vurğuladım, istəyirəm bunun şərhini ümumiyyətlə gedişatı sizdən soruşum. Doğrudur, əlbəttə, sərhədlərimizin qorunması və enerji təhlükəsizliyinə verdiyimiz töhfə mütləq nəzərə alınmalıdır, amma söyləmək istədiyim bir məsələ də Azərbaycanın müxtəlif geosiyasi proseslər fonunda ssenariləri, sanki riskləri əvvəldən oxumaq bacarığıdır və burada da əlbəttə ki, Azərbaycanın siyasətşünasları, strategiləri hesab edirəm ki, çox doğru addım ataraq təhlükəsizliyimiz sarıdan quru sərhədlərin bağlanılmasını davam etdirmişlər. Çünki bugün biz görürük ki, cənub sərhədlərimizdə baş verən proseslər həm də böyük risklər yaradır. Bu baxımdan baxmayaraq ki, ölkə iqtisadiyyatına bu baş verən məhdudiyyətlər ziyansız ötüşmür. Müəyyən təsirlər var, amma təhlükəsizlik əlbəttə bizim üçün çox önəmlidir. Biz müharibə görmüş, iki böyük müharibədən çıxmış dövlət kimi təhlükəsizliklə bağlı tədbirləri mütləq ən prioritet hesab edirik və bu baxımdan bugün müxtəlif tənqidçilər, skeptiklər ki, hansı ki var idi, onlara da ən tutarlı cavab proseslərdir. Azərbaycan prezidentinin dəfələrlə təhlükəsizlik məsələsini ön plana gətirməsi, üzərində dayanması, vurğulamasını biz bugün artıq daha aydın şəkildə görməkdəyik və qəbul etməkdəyik. Doğrudur. Məsələ buna görə də bəlkə də Azərbaycan beynəlxalq arenada da təhlükəsizliyi və sülhü qoruyan bir dövlət kimi, qlobal sülhə töhfə verən bir geosiyasi aktor kimi Sülh Şurasının üzvüdür və bu istiqamətdə də artıq Azərbaycanın həm də təcrübəsi vardır. Beynəlxalq sülhə töhfə vermək nöqteyi nəzərdən Azərbaycanın məsləhətinə də ehtiyac var. Çünki Azərbaycan nəinki sülhü təmin eləyib, həm də böyük qayıdış proqramını icra eləyir, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, orada infrastruktur qurulur, məşğulluq təmin olunur, yaşayış obyektləri, inzibati binalar inşa olunur. Yəni, insanların bölgəyə reinteqrasiyası ilə bağlı da müsbət təcrübə vardır. Və bu baxımdan artıq dünyada münaqişə sonrası siyasətin həyata keçirilməsində Azərbaycanın təcrübəsi mütləq öyrənilə bilər. Yəni, həmin Qəzza bölgəsində və yaxud Ukrayna ərazisində bu müharibələr sonsuza qədər davam edə bilməz. Əlbəttə, bunun sonra sülh və dinc siyasəti əlbəttə uyğulanmalıdır və bu baxımdan Azərbaycanın müsbət təcrübəsi şübhəsiz ki, öyrənilməlidir. Digər tərəfdən isə şübhəsiz Azərbaycanın həm də sülh yolunda
məhz elə torpaqların azad edilməsi istiqamətində möhkəm iradəsi, vətəndaş cəmiyyəti üzvlərinin görüşü, Ermənistan ilə Azərbaycan arasında iqtisadi dövriyyənin formalaşması, ticarət ilişkilərinin formalaşması istiqamətində müsbət addımlar, taxıl və neft məhsullarının tədarükü kimi bu cür proseslər həm də Cənubi Qafqazda etibarlı sülhün qorunması üçün əsaslar yaradır. Əlbəttə, bu digər bir mövzudur. Cənubi Qafqazın gələcəyi ilə bağlı, perspektiv planlarla bağlı. Bu da əslində Cənubi Qafqazı bir qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməsinin bir tərkib hissəsi, bu bir segmenti, bir istiqamət kimi də qiymətləndirilir. Bunun üçün də biz üstün ağıl göstərməliyik. İmkan verməməliyik ki, ayrı geosiyasi mərkəzlər Cənubi Qafqazda qarşıdurma yaradaraq regiona nüfuz edə bilsinlər. Ayrı-ayrı saxta Minsk qrupu kimi bir platformalar yaradaraq öz imkanlarını regiona təqdim eləsinlər, silah satsınlar və digər bu cür münaqişə idarəçiliyi, konflikt idarə etməsi ilə regionda öz varlıqlarını sübuta yetirsinlər. Biz çalışmalıyıq ki, sülh gündəliyini təklif eləyək, ikitərəfli sülh prosesini inkişaf elətdirək və məhz bugünə qədər irəli sürülən təşəbbüslər, sülh platformaları mühümdür, önəmlidir və bunun nəticəsini biz qarşıdakı illərdə görəcəyik. Çünki davamlı üzücü müharibələr regionu inkişafdan saxlayır. Düşünün ki, işğal faktoru olmasaydı Azərbaycan bugün dünyada hansı pillələrdə idi və hansı siyasət həyata keçirdirdi. Bugün isə bizim üçün postmüharibə reallıqlarında həyata keçirilən siyasət önəmlidir və biz əlbəttə bu siyasətə həm dəstək oluruq, həm də ki, ölkəmizin uğurları ilə birgə əlbəttə fəxr edirik. Əlbəttə. Yasmin, mən sizə təşəkkür edirəm. Təəssüf ki, bizim üçün ayrılan efir vaxtı artıq yekunlaşdı. Sağ olun, gəldiyiniz üçün minnətdarım. Mən təşəkkür edirəm. Sağ olun. Hörmətli tamaşaçılar, yayımız başa çatır. Xatırladım ki, həmsöhbətim politoloq, siyasi elmlər üzrə fəlsəfə doktor İlyas Hüseynov idi. Sağ olun, sağlıqla qalın.